Salamlar hər kəsə. Bu videoda sizlərə Play Store-a necə application yükləmək olur, onu göstərmək istəyirəm. Tam sıfırdan gedəcəm prosesi. Bir application yaradacaq. React Native üzərindən göstərmək istəyirəm. Flutter-də ola bilər və s. Android, Java-da da ola bilər, fərqi yoxdur. Hər hansısa bir application əsas oda yaradıb Play Store-a necə əlavə edəcəyik, hansı mərhələlərdən keçməliyik, bunu istəyirəm göstərim. Mən davam etmək istəyirəm Android üzərindən. Android deyəcəm, React Native üzərindən davam edək. OK. Burada deməli React Native-ə giririk. Burada belə bir yazı çıxır. Bunlar update ediblər saytı. Əvvəllər burada command line falan gəlirdi. Sonra dəyişiblər, by default Expo-la şey eləməyi tövsiyə edirlər. Expo framework-la. Amma biz istəmirik framework-la, CLI ilə davam etmək istəyirik. CLI ilə davam etmək istəyirik və bu komandı götürürük. Bu komandı götürdük. Projects Mobile olsun burada. Adını qoyaq. Burada ad qoyanda diqqətli olmaq lazım. Dirək falan burada problem yaradır. Ya addan xət qoymaq lazım, ya da camel case. React Native V8 deyək. Və yaxud addan xət məntiqi ilə gedək. OK. Bu arada mən modul versiyasını göstərim. 22.16.0 versiyasıdır məndə. Ən son versiyalardan işləmək üçün yaxşıdır. React Native-də artıq 0.80-cı versiya gəlib çıxıb. Birinci versiyaya yaxınlaşırıq. Görək nə vaxt olacaq. Hələ biraz var. Biraz stop edeyim mən bunu gözləməyi. Aha, layihəmiz yükləndi. CD React Native V8. VS Code-dan açıram layihəni. Bu terminalla işim yoxdur artıq. Burada bununla işimiz yoxdur. Bu nə ilə açdı? Kursorla açdı. Mən sənə kursor demədim axı. VS Code-la açaq. Deməli, Node-Monos falan hamısı yüklənib. Bunu indirdan etmək üçün mən Android Studio'dan bir emulator run edəcəm. Normalda məndə açıq idi. İstəyirsiniz bir dəfə göstərim. Android Studio açılandan sonra buradan məndə də axırıncı versiyada update eləmişəm. 3.Virtual Device Manager. Burada yükləyə edə bilərsiniz. Məndən də 2 dənə var. Pixel A3. Bunu run edirəm. Adətən bu biraz device'ın, notebook'un RAM-ını falan çox aparır.
USB ilə telefona qoşub işlətmək daha məsləhətlidir, amma video düşsün deyə mən emulyatordan edirəm. Tak, emulyatorumuz RAM oldu. Biraz balacalaşdıralım. Qalsın burada. Burada deyəcək komandına baxırıq. MPX React Native Run Android. MPX React Native Run Android. Bu edir. Bu adətən biraz çəkir. 1, 2, 3 dəqiqə, 5 dəqiqəndə şeyin gücündən asılıdır. Notebookun gücünə görə bu məsələ dəyişir. Elə kakaz qarşımıza maraqlı bir problem çıxdı. Bunu da real time həll edək. Bu nədir? Bu o halda baş verir ki, biz deyəndə mən ən son versiyanı yükləməyə çalışıram, React Native və mənim notebookumda set olunub Java 11, 11-ci versiya. Biz ya bunu gedib environment variables'dan dəyişməliyik. Environment variables yazıb burada Java Home dəyişmək lazımdır. 17-ci versiya məsləhət görülür. Və yaxud əgər bu ola bilər ki, başqa bir layihələrimiz var hansı ki 11 ilə işləyir, aləm qarışmasın, problemə səbəb olmasın. Burada belə bir yaxşı xüsusiyyət var ki, biz bunu layihəyə spesifik set edə bilirik. Gradle Properties'dən. İndi buna mən vaxt aparmayayım. Hazır burada kod var idi məndə. Android Gradle Properties. Okey. Burada deməli org.gradle.java home 17-ci versiya yüklədiyiniz JDK-nın pəsini verir. Məndə bura yüklənib bu pəs, verirəm bura. Ki bu layihə artıq 17-ci versiya Java JDK-nı istifadə etsin. Yenidən React Native Run Android deyirik. React Native-də bir dənə vacib məsələ qeyd etmək istəyirəm. Bu PES məsələsini görürsünüz. C, Nicat, Projects, Mobile, React Native və s. İndi yəqin ki, by default yüklənən bu application işləyəcək, amma ağır bir layihədə hansı ki, ora biz yeni librarylər yükləyirik. React Navigation, React Safe, Area Context və s. onlar yüklənir. Həmin vaxtda bu ildə PES uzunluğu nə qədər çox olsa problem yaradır. Maksimum çalışın React Native-də daha qısa pəslərdə saxlayın da bu çox uzanmasın. Misal üçün Nicat, Projects, Mobile, Info nə qədər uzun olsa React Native-in bu ilində problem yaradır. 2-3 level bəs eləyir. Yəni ona diqqət edin. Layihə artıq run olmaq üzrədir. Bu il eləyir. Okey, demək olar ki, layihəmiz hazırdır. React Native-in by default bizə verdiyi hazır UI ilə run olub. Bu artıq bizdə kifayətdir. Mən artıq burada çox oynamayacağım. Bəlkə burada prosta biraz
Dəyişdirək. Bu formada deploy eləməyək. Up-T6 bu hardan gəlir? Open Up-T6 to get started. Bunu da dəyişdiriblər. Əvvəl bu komponent kimi idi, indi birbaşa. Yaxşı, girək bunun içinə onda. Görək gedib çıxa biləcəyimi ora. Yox. React Native New App Screen. New App Screen. Həmin bu faylda mən istəyirəm o yazını çıxardım. Open T6 to get started. Ha, o olacaq elə bu. Okey, o getdi. Qalan şey qalsın. Все, kifayətdir. Birbaşa şeyin içindən dəyişdik. Biraz əslində bu yaxşı bir şey deyil. Normalda yəni biz layihəyə başlasaq, buralığı falan təmizləyib öz məntiqimizə yığacaq. Burası belə şey vaxt aparmaq istəmirəm. Biz artıq sürətli keçək bu layihə. Fərz edək ki, artıq bizim applicationımız hazırdır. İndi bunu deploy mərhələsinə keçək. Bununla işimiz bir dənə də buradan nə edək? Screenshot götürək. Play Store-da bu bizə lazım olacaq. Elə burada fotoqraf işarəsini görürsünüz. Buna klik edirik. Hazır screenshotlar çəkir, birbaşa desktopa atır. Ona da baxsaq. Okey, bizə lazım olan screenshotdur. Orada səhv eləmirəmsə mobil üçün 2 dənədir. Bu hara gedəcək? Bu birbaşa sayt açır. Onda bir dənə də çəkim. Ondan vaxt aparmayaq. Eren 1. Ondan sonra Eren 2. Yox, sorry. Eren 2. Eren 2, Eren 1. Screenshotlarımız da hazır. Bunu bəri başdan elədim. Sonra da bir də application açmayayım. Bunu bağladıq. Mənə ola bilsin. Birdən lazım oldu. Burada bir dənə də maraqlı bir şey göstərmək istəyirəm. By default bu yüklənəndə deməli app sırıcı min java gördüyünüz kimi com.react.native.v80 biz artıq gedib buradan baxsaq bizim package name'imiz olur com.react.native.v80 adətən bunu developerlər və yaxud şirkətlər öz konversiyasına uyğun dəyişirlər. Məsəl üçün mən adətən və burada yanaşma şey olur, saytın tərsinəsi. Məsəl üçün mənim saytım var aliyev.dev. Adətən o belə olur. dev.aliyev daha sonra layihənin adını yapışdırırlar. İndi bizə maraqlıdır ki, biz bunu necə dəyişməliyik? Onun üçün bunu Android layihəsinin içində axtarmalıyıq. Burada models falan exclude eləyək. Build lazım deyil. 1, 2, 3, 4 yerdə var bu. İndi fərz edək ki, bizə bunu da dəyişmək lazımdır. Biz öz məntiqimizə uyğun adlandırma istəyirik. Package name'imizdə. Onun üçün nə etməliyik? Yaxşı olar ki, əgər sizin burada java.com
Burada əgər məntiq artıq çox yazılıbsa, o korlanmasın deyə burada çoxlu Java faylları ola bilər. Adətən backup'ını saxlamaq yaxşıdır. Biz həmin bu məntiqə uyğun burada pəs qurmalıyıq. Görürsünüz, com pəsi var, com nöqtə birbaşa layihə gəlir, React Native. Ona görə biz Java'nın içində new folder yaradıram, dev. Sonra bu elə React Native copy edirəm, paste edirəm həm də bura. OK. Adətən misal üçün əgər dediyim kimi çox, yəni orada kodlar falan varsa, həmin folderə gedib bu com hissəsinin backup'ını falan çıxardım. Başqa folderdə saxlayın ki, tam o application düzgün işləyənə kimi qalsın. Nəsə problem olsa geri qaytarmağa. Məndən də burada çox şey yoxdur, belə də qorxusu yoxdur. Birbaşa siləm. Artıq deməli orada dev.react native sorry, dev nöqtə yox. Biz eləmək istəyirik dev.aliyev.react native. Onda nə etməliyəm? Devin içində bir də folder açmalıyam. Aliyev. Bu adətən adamı biraz girincələyir. Görsən. Onu da atalım bunun içine. OK. Şimdi bize lazım olan struktur oldu. Dev, Aliyev, React Native. Birinci bunu dəyişməliyik. Bu pəsi. Bunu dəyişəndən sonra bunu layihənin içində axtarmalıyıq. Dediyim kimi bu qədər yerdə var. Onu replace edirik. Və eyni şey yazım. dev.aliyev.replace hər yerdə etdik. OK. Bunu edəndən sonra gedək Gradle-dan Gradle Client Android papkasında. Diqqət edin, yəni hara yazıram. Client deyəndən sonra bir dənə də build deyək. Belə problem yoxdur. Adətən pəs söhbət edəcəydim. Artıq errorumuz çıxdı. Errorumuz çıxdı və görək nədir errorumuz. Declaration. Problemimiz nədir? Activity. Burada nə baş verdi? O yenə bunu yaradıb. Burada nə baş verib? React Native-in belə bir zibil söhbəti var. Bu adı dəyişmək baş ağrısıdır. Dəhşət baş ağrısıdır. Bu keçən dəfə də mənim başıma oyun açdı. Bunu mən necə update edə bildim? Sonradan şeyi dəyişmək konkret adamın başını ağrıdır. Deməli burada build papkası yaranıb. Onun içində generated autolinking sırıcı main React Native application entry point belə bir şey yaranır. Bunu da manualla dəyişəndən sonra
Nədən Gradle Plane deyirik? Əslində o gedir. Görək indi nə baş verəcək. Flutter'da mən bunu çox rahat elədim. Problem çıxartmadı. React Native amma burada problem biraz adamın başını ağrıdır. Ona görə bunu əvvəldən düzəltməyə də diqqət eləmək lazımdır. Yoxsa layihənin ortasında bunu dəyişsəz aləm açacaq bir-birinə. İnsan ağırlandı. Bu ildə eləmək istəyir. Yox deyir. Mən bu ildə eləməyə fikrim yoxdur. Bu yenə də getdi, bunu əlavə etdi. Generated after linking Java. Bunu bu hardan götürür, bura atır, mən başa çıxa bilmirəm. Gradle build deyirik. Bu yenə bunu götürdü, attı bura. Əvvəl belə deyildi. Bu V8-da təmiz problem çox çıxır. Adamın başını ağrıdır bu söhbət. O zaman bunu bir də Android üstü ilə yoxlayaq. Biz nə yüklədik, hara yüklədik. Mobile. Adımdan çıxdı, mən bunları yüklədim. C Project Mobile React Native V8. Bu bunu niyə görmür? Ha, indi gəldi. Nəsə refresh edilmiş yəqin. Trust. Hələlik buradan bağlayıram. Bunlara ehtiyac yoxdur. Aslında bunu yenə belə açmazdıq. Birbaşa Android papkasını açmaq lazımdır burada. O daha yaxşı effekt verir. Okay. Gradle Project Importing işə düşür. Bunlara ehtiyac yoxdur. Okay, hamısı
Normal oldu. Birinci claim project diyək. Quit successful. Quit successful. Bu da gecikir nəsə. İndi konkret bunu zibil eləyiblər. Bura bu ili qoyun. Yəni burada var idi bu ili. Bunu nə ara soruşdurublar mən başlarında. Bunu biz clean elədik də. Heç nə vermir hələ bizə. Buradan bir dənə də yoxlayam bunu. Görürsünüz də bu reaktör nə qədər problem çıxardır. Yenə yol verdi. Sən bunu hardan gətirirsən? Ay boş ordunun. Oyunun içində. Başqa harda var bu? Sən buradan götürürəm.
Config in JSON. Çox pis eləyiblər. Bu ildən içindən gedib şey dəyişirsən, ondan sonra bu özünə gəlir. Belə məntiq olar. Bu çöldə olmalıdırsa, oradan götürməlidir. Çox bərbad bir şeydir bu. Bir dənə şeyin adını dəyişəcək, aləm qarışıb bir-birinə. Baxır ki, bu illərədir. Bu il success. Amma belə success-ə nə deyəsən? Nəsə, sürətli şəkildə indi biz nə etməliyik? Android Keystore Android app debug Keystore. Biz indi bir dənə Keystore faylı düzəltməliyik. App signing-i keçmək üçün. Onun üçün build.gradle-a gəlirik. Burada bu formada kodlarımız var. Bu hal-hazırda görürsünüz debug'ı götürür. İndi burada biz release üçün config düzəltməliyik. Onun üçün nə etməliyik? Davam edək sürətli şəkildə Android app. Bunu elə açırıq. Burada Keytool-la yəni sən çalışma bunu. Deməli Keytool bu komandı onsuz şeyin altına qoyacağam, videonun altına qoyacağam. Yəni bilənlər də bilir. Bu komand sayəsində biraz bunu geri çəkim, yerləşsin. Bu komanddan biz Keystore fayl yaradırıq. Bu hazır elə məndə var idi. Bunun adını qoyaq. Elə layihəyə uyğun İren V80 Keystore. Aliasımız da olsun İren V80K. Bunu yadda saxlamaq lazımdır bu aliası. Bu lazım olur. Not falan ayıraq. Bunları bura qeyd edək. Alias deməli olacaq İren V80K. Password qoyarıq. Bunları demo kimi hazırlayıram. Sonra onu siləcəm şeyləri. Yəni yerdə önəm daşımır. Amma istəyirəm ki, tam prosesi görəsiniz. Password qoyarıq. Nəm olsun İren 2025 nida qoyarıq, nə bilim. Test. Belə bir şey olsun. Bu ikisi məncə bəs edir. Hətta saxlayaq. Burada okeydir. Enter'ə basırıq. İndi həmin o passwordumuzu daxil edək ora. Kopya edirik. Burada mouse'u bura gətirdik. Sağ kliklə bu götürür. Bir də sağ klik. Okey. Ad soyadımızı soruşur. Nicat Aliyev deyək. What's name your organization? Email. Email. Burada indi hər özünə uyğun şey yazırlar da. Olsun Baku. Olsun Azərbaycan. AZ. Okey. Yes. Düzdür.
Erin V80 keystortumuz, keystore faylımız yarandı. Harda? App'in içində. Bu burada yaranandan sonra, bu burada ne var? Burada heç nə yoxdur. Burada yaranandan sonra bizə lazım olur Gradle Properties'e gedib çıxmaq. Okey. Gradle Properties'e gedib bir bunları düzəldək burada. Yaxud mən bir əllə yazmayayım, sürətli şəkildə dəqiqə bunu başqasından kopyalayayım. Okey. Əlavə etdik bura. Deməli, keystore faylımızın adı, əgər onu Android app'in içine atmışıqsa, birbaşa adını yazmağımız kifayət edir. Android app. Deməli, adım oldu Erin altdan xətt V80 nöqtə keystore. Okey, aliasımız oldu. Ne oldu? Bu. Passwordumuz ne oldu? Bu. Eyni passwordda yine buraya yazırıq. İstəyək onu, yəni fərqli bir şey yaza bilərsiniz. Bu dediyim kimi, yəni demodu mən sadəcə göstərmək üçün. Bunu burada düzəltdikdən sonra build Gradle'a gedib release configimizi yaratmalıyıq. Onu da yine sürətli şəkildə mən digər layihədən götürüb atım bura. Deməli, release olacaq burada bir dənə bu formada. My upload store file. My upload store file. Bu varsa avtomatik bunları götürüb set edəcək. Bu olandan sonra artıq sign-in-conf obyektin içində release olduğundan sonra burada build type'ın release'ində bunu dəyişirik. Bunu eləyirik sign-in-config'in release'i. Bunu save etdik və buranın işimiz bitdi. Buranın işimiz bitdi. Yenə Android folderini açırıq. Android folderin sıkça ehtiyac yoxdur. Birbaşa artıq burada bundle release deyirik. Artıq bizim üçün production build'i edəcək. Artıq bu da sürətli şəkildə hazırdır. Android app build output bundle release app release app. Bu artıq bizdə hazırdır. Onu indi Play Store-a atacaq. Gedirik Play Store-a. Hərə öz akkauntuna daxil olur. Play Store-a daxil olduqdan sonra burada Create App bölməsi var. Bura daxil oluruq. Application'ımızın adını yazmalıyıq. Deyək ki React Native V80 demo olsun belə. App'dir yoxsa game'dir, application'dır, free'dir. Confirm razıyıq. Create app. Okey. Şimdi konsert başlayır burada. Başlayaq, bu taskları bir-bir həll etməliyik. Select tester. Şimdi burada tester bölməsi var. Mən artıq yaratmışam. Yoxdursa siz özünüz üçün
testleri yarada bilirsiniz. Burada zaten çıxır create tester. O deməkdir ki, ora e-maillər daxil edirsiniz və həmin userlər sizin applicationları test edə bilər. Mənim artıq müəyyən bir qrupum var. Onu seçirəm, save edirəm. Ondan sonra create new release deyirəm. Internal test. Upload. Gedək proyektimizə mobile, backend, Android, app, build, output, bundle, release, app release, app. Onu seçirəm. Okey, yükləndi. Burada gate falan yaza bilərsiniz istəsiniz. Release-dən bağlı, elə də maraqlı deyil. Next deyirik. Internal test, save and publish. Okey, artıq internal test üçün bizim release-imiz hazırdır. Qaydırıq dashboard-dan. Next step. Və burada kələmə ağlamaq tutur. Set privacy policy. Bir application-la bağlı bura privacy policy səhifəsi daxil eləməliyik. Maksimum çalışmalısınız, bu real bir şey olmalıdır. Mən elə öz saytımdan bir dənə də əvvəlcə gedək Free Privacy Policy Generator. Bu sayta giririk. Buradan app seçirik. Application'ımızın adı. Burada okey, yazaq React Native ve hashtag demo. Individual Azərbaycan Next. İstifadəçilərdən hansı məlumatları toplayırsınız application'da? Əgər nəsə toplayırsınızsa, müvafiq kanalı seçməlisiniz. Heç nə toplamırsınızsa, Azər seçməlisiniz. Çünki bu burada rikvayətdir. Əslində Next eləmək olar ki, heç nə mən toplamıram, amma Azər seçməliyim məcbur. Bunlar, yəni məndə bu dəqiqə yoxdur. Kimdə varsa onu seçə bilər. İstifadəçilər sizinlə necə əlaqə saxlamalıdır? By email deyirik. Mailimi yazıram. By visiting. Bunları da hissəyə seçə bilərsiniz. Öz saytımın kontakt səhifəsini yerləşdirirəm. Next step. Professional lazım deyil. Bu bəs eləyir. E-mail daxil edirik. Generate. Generate edəndən sonra hazır bizə mətn kimi verir və yaxud HTML tag kimi verir. Tutaq ki, bunu nəsə saytınıza falan yerləşdirmək istəyirsiniz. Elə mən bunu götürürəm. Gedək bir sayt əlavə edək. Yerləşdirək bura. Bunu silirəm. Maraqlı deyil. Okey. Demo. Bu hissələr artıq sizin özünüzə yəni spesifikdir. Yəni saytınız varsa onun bir privacy səhifəsi ayrı birləşdirə bilərsiniz. Və yaxud hər hansısa bir online hostingə deploy edə bilərsiniz bu privacy səhifənizi və o linki ora verməlisiniz. Mən artıq öz saytımda əlavə bir səhifə ayırıram, ora yerləşdirirəm. Save edirəm. Preview artıq hazırdır.
Düzdür, bunu bura yerləşdirdik. Save. Hələ ki ehtiyac yoxdur. Dashboard'a qaydırıq. Birinci etapı keçdik. App Access. Hər hansısa bir restriction məndə yoxdur. Bunu seçirəm. Amma sizdə nəsə restrict falan varsa o haqda məlumatlar qeyd edə bilərsiniz. Save edirəm. Ehtiyac yoxdur hələ ki. Reklamlar. Mən reklam vermirəm. Verirsə yes deyib davam edirsiniz. Bu biraz baş ağrısı olur, sonra müvafiq şeylər doldurulmalıdır. Xeyr. Biz contain eləmirik, save edirik. Burada save edəndə hər dəfə belə bir modal çıxır. Bu aparır bizi go to səhifəsinə, o web səhifəsinə ki, orada dəyişiklikləri biz göndərək Play Store-a təsdiqləmək üçün. Amma hələ ki biz göndərməyəcəyik, çünki zaten orada aktiv olmayacaq. Ona görə hələ ki not now deyib bir bunları keçməliyik. Content rating. Start questionnaire. Hələ öz e-mailini yazsam müvafiq. Mən öz e-mailimi yazıram. Game'di, sosialdı, başqa application type, I agree. Burada yenə hələ öz dediyim kimi application-a uyğun məlumat seçməlidir. Sensitive hər hansısa bir şeyimiz yoxdur. Burada adətən hamısının olmağı məsləhətdir. Amma yenə də siz oxuyub, sizə uyğun bir nəsə varsa onu seçə bilərsiniz. Yəni, bunlar adətən təhlükəli şeylərdir, məlumatlardır. Beləsi də var ki, dəqiq məlumat verməliyik o haqda. Misal üçün, burada yes versək nə olur? Sonra yəqin ki, başımız ağrıdacaq. Niyə web browser seçirsən, səbəbi nədir və s. Biz bunların heç birini hələ ki seçmirik. Simple application-dır. Save deyirəm. Next. Hazırdır. Save. Yenə hələ getmirik. Dashboard. Audience. Application-ınız hansı yaş qrupuna uyğundur? 16, 17, 18 plus. Next deyirəm. Save. Not now. Data səfeti. Next. Application hər hansısa bir məlumat toplayırmı? Ən mazqadyol hissələrdən biri. Yes desə, burada konsert başlayır. No deyirəm. Mən hər hansısa bir məlumat toplamıram hələ ki. Save. Save deyirik. Not now. Government application. Application'ımız hər hansısa bir dövlət qurumuna aiddirmi? Xeyr, dövlət qurumuna aid deyil. O da yenə həngamədə, ona yes bassaq, sənəd sünət istəyir. No. Finansial funksiyonallığı varmı? Hər hansısa bir bizdə finansial funksiyonallığı yoxdur. Kimdə varsa o seçməlidir. Mənim application'ımda hər hansısa bir finansial məlumat yoxdur. Save. Yenə not now. Sağlamlıqla bağlı bir application'dır mı? Nəsə sağlamlıq ölçür, medikal və s. Xeyr, elə bir application deyil. Kimdə ona uyğundursa müəyyən kateqoriyalar seçməlidir. Save, not now. Hələ ki application'ımızın kateqorisini seçmək. Buradan edit deyirik. App zaten seçilib. Kateqori nə olsun? Nə olsun? Burada yenə də tətbiqə uyğun bir kateqoriya seçməliyik. Bu fotoqrafidir, müzikdir, medikaldır, nədir və s. Biz nə seçək? Entertainment deyək. Not now. Manage tags. Bu da axtarışda SEO-da kömək edir. Yəni hansı tag qrupuna aiddir. Yenə entertainment seçək. Nə qədər uyğun gəlirsə seçə bilərsiniz sizin application. Birdən çox tag seçə bilərsiniz ki,
axtarışlarda o kömək olur. Mən hələ ki çox uğraşmıram. Biri bəsdir. Store listing, contact details. E-mailimizi daxil eləyə, istəsəz nömrə daxil eləyə bilərsiniz. Sayt. Yenə öz saytıma daxil edirəm. Save and publish. Bu da hazır. Burada belə bir işarə var. Yəni application'ın Play Store'dan kənar başqa saytlarda bəzən olur. Elə saytlar var ki, sizin application o saytlarda da olur. Elə Play Store'dan göstərirlər. İstəyirsinizsə, yəni başqa bu tipli saytlarda görsənsəm, onu saxlaya bilərsiniz, istəmirsinizsə götürə bilərsiniz. Xeyrimizədir, yəni nə qədər çox yaysa əslində maraqlıdır. O yaysınlar. Qaydırıq yenə dashboard'a. Setup your store listing. Aha. Application'ımızın adı Play Store'da görsənən adı. Bir də var öz adı. O tənzimlənir burada. İstəsəz nənə o telefonda görsənən hissəsi buradır. Bu isə Play Store'da görsənən hissədir. Və hələ ki biz ingilis dili ilə gedirik. Buradan tərcümələri də minicə eləmək olur. Short description. Nə yazaq? Nə yazaq bura? Gəlin AI istifadə edəyək burada. Descriptions for demo. Verək buna nəsə bir ideyası olsun. React Native V8 demo. Descriptions, content. Short description bunu verir. Okeydir. Bu bəzən burada belə bu da təzə çıxıb ortaya. Yapışdırırsan qırmızı bir adam bir çaşdırır. Buna daxil olub məsəl üçün nöqtəni silib nəsə təzədən input'a dəyişiklik eləsəz o gedir. Full description. Bunu da buradan kopyaləyək. Yapışdıraq bura. Bu hissələri silək. Okay. Şeyləri yığaq. Tamam. Bula belə. Application-a icon. Və bunun tələbi 512-nin 512 olmalıdır. Bu şey oldu. Konsert. Görək nə var burada. 512-nin 512-yə bir dənə icon tapmalıyıq. Bilmirəm, iconla ilişməzlər. Bəzən elə söhbətlər olur. İlişə bilirlər. Bu nədir?
Native development. Nəsə maraqlı söhbətə oxşayırmı? Bunu götürək. Nə ola ola. Save etdik. Download. Up to 1 megabayt. 512'nin 512'ye buna dikkat etmək lazımdır. Future grafik. Bu mini 24'ün 500'ə bir future grafik yenə şəkil düzəltmək lazımdır. Ya bunu hazırlamaq lazımdır. Yəni bunu ya tapmalısınız. Mən səhv eləmirəmsə burada başqa layihə üçün düzəltdim. Onu seçəcəm. Hətta mən belə bir şey elədim. Pythondan bir skript yazdım. Play Store Asset Generator. O mənə hazır şeylər verdi, ölçülər. Bu da maraqlı söhbətdir. Bunu hətta təkmilləşdirib AI falan belə bir şeylər var əslində. Burası pulludur. Pythondan belə bir sadə bir şey yazmışam. Məsəl üçün future grafik yaradıb. Burada qeyd olunan ölçək yox. Seçir. Font screenshotlar 2-8 arası 8 megabayt. Bunu gedək bayaqçıları seçək. Eren 1, Eren 2. Okey, sonra 7 inch tablet screenshot, 10 inch tablet screenshot. Bunlar laf adam girinci yerdə, bunları bir hazırlamaq. Xüsusi bu ölçülərə yoğun. Yenə sağ olsun Python'un skripti. Gedək. Output 7 inch screenshot, bunu seçək. On inch tablet, bunu da buna seçək. Required deyil, required. Bunları ona görə elədik ki, burada gözü ulduz var, yəni required bunlar. Doldurulmalıdır, yoxsa keçmək olmur. Bunlar required deyil, bunlar da required deyil. Save. Hələ ki, not now. Burada dil söhbəti var. Dilləri idarə eləmək. Misal üçün, biz hələ ki, ingilis dili üzərindən gedirik. Siz burada select language deyib, misal üçün, az dilini seçsəz, əlavə etsəz bunu. Edək, lap istəyirsiniz, gəlin edək. Burada artıq 2 dil üzrə biz məlumat doldurmalıyıq. İndi yenə də mən şəkillər gətirir avtomatik. Bu problemdir. Burası yazıları bir dənə təzədən yazmaq lazımdır. Yaxşı, yazaq. Start demo. Amma bunu elə bayaqçılara istifadə edəcəm. Tərcümə ilə bir dəqiqə vaxt yoxdur uğraşmağa. Normalda yəni bunları hər dilə yox tərcümə edib sənə görə bura yazmaq lazımdır. Okey, bu ola bizim oldu Azərbaycan dili versiyamız. Save, not now. Store listemiz hazır. Qaydaq dashboard'a. Burada nə qalıb? Test your app with select countries. Counterləri seçirik. Mən hamısını seçirəm. İstəsəz misal üçün çıxarda bilərsiniz. İstəmədiyiniz ölkələri. Mənə elə də maraqlı deyil. Hamısını seçirəm. Not now hələ ki. Artıq Closed Testing Alpha variantına keçib. Select tester deyirik yenə. Closed Testing. Save. Not now. Bunları edəndən sonra qaydırıq testing
internal testingə. Buradan promote release closed testing alpha. Bunu bura atırıq. Burada yenə istədiyiniz qeydləri əlavə edə bilərsiniz. Next deyirik. OK, save. Yenə not now deyirik. Qaydırıq dashboard'a. Publishing overview. Bir xətamız var. Nədir bu xətamız? Advertising ID declaration. Advertising ID, reklam ID'si yox, istifadə eləmirik. Əl çəkdik. Amma bu şeydə də bu Google Mobile ID'si falan istifadə etsəz bunu seçməlisiniz. Səhv burada seçmək olmaz. Mən istifadə eləmirəm deyə onu seçirəm. OK, yekun bir dənə bu qalmışdı. Mən elə gəlir işimiz bitirdi. Artıq go to overview'a gedə bilərik. Bu aktivləşəcək. Gördüyünüz kimi aktivləşdi. Və 13 dəyişiklik artıq biz göndəririk yoxlanışa. Completed bizim 7-dəyiz. Bir həftə ərzində maksimum cavab gəlir. Adətən bilirsən tez gəlir. Yarım saat, 1 saat cavab gəlir. Bu cavab gələndən sonra artıq sizin application'ınız closed testing alpha mərhələsində olur və siz oradan yenidən manage track eləyib promote release edirsiniz şeyə. Buradan promote release var. Buradan artıq production seçirsiniz. Next. Artıq application'ınız production'da, Play Store'da görsənir. Burada adətən yaxşı məntiqi olur ki, birinci yükləyəndə düşür internal testingə, oradan keçirmək lazımdır closed testingə, promote eləmək lazımdır. Closed testinglə də promote eləmək lazımdır production'a. Yəni bu 3 mərhələdən keçməlidir ki, yoxlanışlardan falan keçsin, necə xətalar varsa ortaya çıxsın. Yəni bu formada artıq Play Store'da biz application deploy edirik, release edirik. Ümid edirəm ki, faydalı oldu, biraz əziyyətli oldu, problemlər oldu. Problemləri özüm bu videonu saxlamadan həll etmək istədim ki, bunlar böyük ehtimal 80-90% qarşısına çıxır istifadəçilərin, görsünlər nə baş verir, onu necə düzəldirik, öhdəsindən necə gəlirik və s. Oldu, hələlik bu qədər. Növbəti videolarda görüşənədək sağ olun. İndi YouTube'a yerləşdirəcəm, lazımi qeydləri də orada yazacağım. Bəyənsəz, like etsəz, mənim üçün böyük dəyər vermiş olarsınız. Təşəkkürlər, sağ olun.